Bu futbolkam da çox qeyri-adidir. Üzərində həm ürək var, həm bantik var. Hətta 10 manata görə çox qəşəngdir deyərdim. Buna 25-30 manat vermək olar da. Bizim mağazamızda 10 manat, 10 manatlıq futbolkalarımız çoxdur. Nə qədər istəsəz. Artıq şübhələnirəm ki, görəsən bütün futbolkalarımız 10 manatdır. Amma 90% futbolkalarımızın 10 manat olduğunu dəqiq bilirəm. Yenə oversize, yenə 10 manat. Yenə çox gözəl bir futbolka. Bu da və ki futbolkamın düz sol tərəfində, ürəyinin üstündə belə çıxılı ürəklər var. Bir bordo rəngi, bir də üzərimdəki qəhvəyi rəngi. Standart ölçüdə, əvvəldə də videonun əvvəlində dedim zaten. Çox qəşəngdir. Hamilə qızlarımız da alıb geyinə bilərlər. Üzərində çiçəkləri olan 10 manatlıq futbolkam o qədər oversize modeldir ki, onu görürsünüz libas kimi giymişəm. Amma altında təbii ki ətəyim də var. Qara rəngi var. 2 rəngdədir 10 manatlıq olan bax bu futbolkam. Arxa stenddə ürəyiniz nə qədər istəsə 10 manata futbolkamız var. Həm ölçü ilə, həm standart ölçüdə, həm oversize model, həm dar modellərimiz də var. Gəlib hər birinə rahatlıqla vaxt ayırıb baxa bilərsiniz. 10 manatlıq deyib keçməyin bu futbolkalarımıza. Bu da elə digər futbolkalarımız kimi özlərlə, türklər demiş, özlərlə işlənilib. Elə üzərində bax, bu sapından və bu biserindən bilinir. O qədər qəşəng işlənib ki, bu hərflər. Həm içində biser var, həm də saplarla işlənilib. Ağ rəngi, bordo rəngi, bir də üzərimdəki qara rəngi standart ölçüdədir. Bugün may ayının 10'udur, Gül bayramıdır və Allah qəni-qəni rəhmət eləsin ulu öndərimizə. Onun bugün doğum günüdür. Sizə bu gözəl gündə, bu qəşəng gündə, bax belə bir üzəri xırda-xırda ürəkli futbolka ilə gəlmişəm. Rəhmə hələ də tüklərim biz dayanıb. Mən bu vətən mövzusu, bu Heydər Əliyev mövzusunu danışanda özümü axsayıb. Bu da sevirəm ki, doğrudan ulu öndərimizi çox sevirəm. Allah rəhmət eləsin, çox sevirəm. Mənim uşaqlığımın, belə deyim də, uşaq vaxtı biz hər zaman deyirdik məhəllədə Heydər babamız onunla qalıb uşaqlığımın ən gözəl xatirələrindən biridir. Gül bayramınız mübarək. Günümüzü 10 manatlıq, bax bu arxa hissəsi yapışqan qaşlı yazılı olan, ön hissəsi isə sadə olan futbolkamla gözəlləşdirmək istəyirəm. Əgər xoşunuza gəldisə, o zaman həmən sifariş verə bilərsiniz. Ölçü ilədir, bəli. Normalda çox vaxt bilirsiniz, standart ölçülü olur. Amma bu dəfə, ölçü ilə... Standartdır. Normalda, elə düz dedim, yəni normalda da, anormalda da, bu nə qəşəngdir. Buna baxın bir dənə. Bunun ön hissəsindədir yapışqan qaşları. Üzəri parçasının belə alabuladı, çox qəşəngdir, buna bayıldım. Arxası sadədir. Bunun arxası yenə yapışqan qaşlıdır. Hər birinin qiyməti cəmi 10 manat. Çəhrayı yazılı olan yeni dar model futbolkamız var. Standart ölçüdə qiyməti 10 manata. 10 manata, bax mənim hal-hazırda sol tərəfimdə, 2 stenddə nə qədər istəsəz futbolka mövcuddur. İstər standart ölçüdə, istər ölçü ilə, istər bol model, istərsə də dar model. Hər birinin üzərində bax bu futbolkamın çəhrayı yazıları var. Ağ rəngi, boz rəngi, qırmızı rəngi, qəhvəyi və ən sonda bir dənə də qara rəngimiz var. Hə? Qırmızı qaldı. Bu qırmızı deyil canım, bu bordodur. Bizdə getdikcə, vaxt keçdikcə qiymətlərimiz daha da azalır. Əvvəllər misal üçün təzə bir mağaza açılanda ilk qiymətləri az qoyurdular ki, müştəri yığsınlar. Sonra da başladılar nisbətən qiymətləri qaldırmağa. Amma bizdə elə deyil. Ekstra brend get-gedə qiymətləri daha da azaldır. Əvvəl futbolkalarımız var idi ki, qiymətləri 25 manat, 30 manat, 18-19 manat idi. Amma indi 10 manatlıq mağazamızda çox çeşiddə futbolkalar var. Üzəri bax bu yazılı və ürəkli futbolka kimi bizim mağazaya çıxır uşaqlar da qəribə kimi bilərdə gəlir. Baxın. Boz rəngdə, üzəri qırmızı ürəkli, qırmızı rəngdə, üzəri ağ ürəkli və mavi yazılı. Arkada stenddə nə qədər futbolka görürsünüzsə, hər birinin qiyməti 10 manatdır. Mənim vəzifəm sizə onları tək-tək geyinib göstərməkdir ki, geyinib də göstərəcəm. İşimin adı nədir? Gəlin öncə üzərimdəki çəhrayı yazılı olan futbolkamın qara parçalı və qırmızı yazılı olan versiyasını, qəhvəyi parçalı və ağ yazısı olan versiyasını, bordo parçalı və ağ yazılı olan, bir də yaşıl parçalı ağ yazılı olan, bir də bir dənə ağ parçadan üzəri qırmızı yazılı var. Hamısının qiyməti var. Bu arxadakıları da görürsünüz və üzəri vişnəli, üzəri dəmirdən ürəyi olan çox qəşəngdir. Onu giyməmişəm elə, inşallah giyinərəm. Bunu da birazdan giyinib şəklini sizə göstərəcəm. 10 manata istədiyiniz qədər futbolka buradan tapa bilərsiniz. Futbolkamı krasovka ilə geyinmək məncə böyük bir günah olar.
Çünki çox fərqli bir futbolkadır. Heç krasovkalıq da deyil qızlar. Altına ətək falan giyinərsiniz. Mənim boyum balaca olduğu üçün mənə ətəyə belə ehtiyac olmadı. Qəhvəyi rəngi standart ölçüdədir. Yaşıl rəngi və üzərimdəki bordo rəngi ilə cəmi 10 manata.